Müharibələrə hazırlaşan qüvvələr həmişə əlverişli şərait axtarışında olurlar və qəflətən də artıq atəş prosesi başlanır. Elə sülhün özü üçün də bir çox hallarda əlverişli şərait olmalıdır. Xüsusən də əgər müharibələr uzanırsa, onların əgər sonu görünmürsə və təbii ki, diplomatiya işə düşür. Onsuz da elə diplomatiya həmişə sülh və təhlükəsizlik məsələsində öndədir, amma bəzi hallarda şərait görürsən ki, diplomatların imkanlarını üstələyir. Və biz indi şahidik ki, Ukrayna-Rusiya qarşıdurmasında, ya Rusiya-Ukrayna daha doğrusu qarşıdurmasında artıq sülhlə bağlı xəbərlər tez-tez gündəmə gəlir və nəhayət bir çox ölkələrin də nümayəndələri açıq-aşkar bildirirlər ki, bəli, artıq vaxtdır. Müharibəni dayandırmaq lazımdır. Çünki o həm yorğunluq hissi doğurur, həm Avropada, həm iştirakçılar sıralarında və digər tərəfdən də hər bir indi davamiyyət tapan müharibə, münaqişə görürsən ki, böyük bir fəlakətin də prelüdiyasına çevrilə bilər. Bu olmasın deyə ona görə də diplomatiya artıq hücuma keçir ki, son sözünü desin və atəşi dayandırsın. Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Bilirsiniz ki, artıq son günlərin, hətta mən deyərdim son saatların ən aktiv, fəal şəkildə müzakirə olunan mövzusu məhz 28 bənddən ibarət sülh sazişinin layihəsidir. Və deyilənə görə burada Amerika Birləşmiş Ştatlarından Rusiya Federasiyasının rəhbərləri artıq bu məsələ ilə bağlı razılığa gəliblər və yavaş-yavaş mətbuata sızılan da məlumatlar göstərir ki, bəli, deyəsən, bu söhbət çox ciddi bir tərzdə aparılır. Digər tərəfdən də çabalar da, istəklər də, səylər də həqiqətən də məqsədyönlü xarakter daşıyır. İndi bu necə təşəkkül tapacaq sülh prosesi, nə də bu sülh planı və hansı zaman kəsində bu əldə olunacaq, bunu əlbəttə ki, yaxın gələcək göstərəcək. Amma bir də lazımdır ki, iştirakçılar da buna hazır olsunlar. İlk növbədə döyüş qabiliyyətində olan qüvvələr də ön xəttə gərək bir qədər özlərini idarə edə bilsinlər. Bugünkü söhbətimiz budur və mövzumuz çox aktualdır və ona görə də söhbətimizə, biz müzakirəmizə siyasi şərhçiləri dəvət etmişik. İlyas Hüseynov, Anar Əliyev və Turab Rzayev. Xoş gəlmişsiniz, hörmətli qonaqlar. Təbii ki, həmişə bəlli olan bir həqiqətdir. Müharibələr bəzi hallarda çox yüngül bir tərzdə, asan bir tərzdə başlayır. Çünki kiminsə iddiası olur. Amma sonra onların qarşısını almaq, sülhə doğru hərəkət etmək çox çətin bir prosesə çevrilir. İlyas müəllim, bax, biz elə xeyli vaxtdır bu haqda danışırıq. Elə bizim studiyamızda da dəfələrlə sizin də iştirakınızla, qonaqlarımızın hamısının iştirakı ilə bu məsələyə toxunmuşuq. Və nəhayət indi görünür ki, yəni bu işartlar sözün əsl mənasında ciddi görünür. Yəni konturlar bəllidir və təbii biz o sənədə baxanda ki, artıq bu sənədlə bağlı 28 müddanın hamısı çap olunub, yəni yayılıb, yəni artıq müzakirələr gedir. Nə dərəcədə, məsəl üçün, siz bu prosesi birincisi praktiki baxımdan ciddi sayırsınız və tərəflərin bu məsələyə münasibətini indiki reaksiyalara köklənərək necə dəyərləndirmək olar? Çox sağ olun, Tofiq müəllim. Əlbəttə, Rusiya-Ukrayna müharibəsinin nizamlanması, sülhün əldə olunması, atəşkəsin formalaşması mühüm məsələdir və Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump elə yeni kadensiyasının ilk günündən bu məsələnin həllinə çalışacağını bildirmişdi. Seçkidən öncə də bu haqda fikirlər ifadə olunmuşdu. Lakin hazırda irəli sürülən plan hər iki tərəfdə negativ reaksiyalara səbəb olur. Pozitiv qiymətləndirənlər də var, yəni skeptizm var bu sənədin üzərində. Amma Amerika Birləşmiş Ştatları öz imperiya maraqlarını və vasitəçilik təşəbbüslərini burada təmin etmək niyyətindədir və Trumpın elə Amerikanın daha böyük edək planına da uyğun bir məsələdir. Çünki həm nadir torpaq metallarının işlənilməsi, Rusiya üzərindən mərhələli şəkildə sanksiyaların geri götürülməsi şərti ilə Rusiya ilə əməkdaşlıq və Rusiyanın resurslarının işlənilməsi, Ukraynanın yenidən qurulmasında ABŞ şirkətlərinin iştirakı və eyni zamanda dondurulmuş Rusiya aktivlərinin bu işə cəlb olunmasında da 50% gəlir götürmək məsələləri Amerika maraqlarının bölgə üzərində dominantlığına işarədir. Lakin Rusiya tərəfində şübhəsiz ki, bu müharibənin dayanması ilə bağlı ekspertlərin artıq rəylərinə baxanda
bunu Rusiyanın qələbəsi və Rusiyanın bölgə üzərində dominantlığı kimi də qiymətləndirirlər. Bəli, burada ayrı-ayrı bəndlər üzərində kifayət qədər dayanmaq olar. Bu 28 maddəni bir bəli, onları müzakirə etmək olar. Təhlil etmək mümkündür. Məsələn, Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı açıq suallar var idi və burada layihədə göstərilir ki, birgə işlənəcək və Rusiya da, Ukrayna da burada nüvə enerjisindən istifadə edəcək. Rusiya üçün önəmli prinsipial məsələ Zelenski ilə bağlı və onun legitimliyi ilə bağlı idi və göstərilir ki, 100 gün ərzində seçki keçiriləcək. İndi bu planı qəbul eləsə Zelenskinin özünün elektorat və daxili auditoriya ilə təmasları, dialoqu, kommunikasiyası nə cür olacaq və seçkilərdə qalib gəlmək şansı nə qədərdir? Bu da açıq sualdır. Eyni zamanda düşünürəm ki, bölgələrin itirilməsi ilə bağlı konkret Donbas bölgəsi, yəni Donetsk və Lugansk, eləcə də Krımdan tam imtina etmək və bunu Rusiya ərazisi kimi tanımaq, Zaporojye və Xerson ərazisində isə bufer zonası yaratmaq və silahsızlaşdırılmış zona elan etmək də bu Rusiyanın bölgə üzərində geopolitik maraqlarını göstərir, Ukraynanın isə məğlubiyyəti və ərazi itkələridir. Eyni zamanda uzun müddətdir ki, elə qərb siyasətçiləri ərazi itkiləri naminə sülh formulunu irəli sürmüşdülər. Bu da elə eyni anlayışı təkrarlayır sanki. Ona görə də bu plan əgər Ukrayna tərəfindən qəbul olunarsa, bu Ukraynanın ərazi itkiləri və eyni zamanda Rusiyanın da diktə etdiyi kimi nasizm ideologiyasının aradan götürülməsi, təhsil və mediada bu kimi məsələlərin aradan qaldırılması, bu əminəm ki, Rusiyanın diktəsi ilə və danışıqlar əsnasında layihəyə daxil edilmişdir. Söz yox, bəli, söz yox ki, adətən belə məqamlarda həmişə tərəflərin özlərinin şərtləri, istəkləri, tələbləri olur və onların bəziləri bir çox hallarda görürsən ki, qeyri-real görünür. Çünki faktiki olaraq indi Ukrayna bir növ daha çox itirən tərəfdir. Amma gəlin açıq etiraf eləyək ki, iki bilavasitə iştirak edən məmləkətdən kənar həm də digər ölkələr də var ki, onlar da artıq, necə deyirlər, götür-qoy eləyirlər, hesab kitabı qoyublar ortaya görsünlər ki, bunlar nə qazandılar, nəyi itirdilər. Anar müəllim, bunlar ümumiyyətlə hansı tərəflərdir? Yəni Rusiya və Ukrayna bunlar bilavasitə iştirakçılardır. Bilirik ki, Rusiyanın da müttəfiqləri var, sonra Ukraynanın da dəstəkləyən qüvvələr var, amma nədən indi söhbət gedir pərdə arxası? İndi aydın məsələdir ki, yeni seçkilər söhbəti orada da olacaq, sonra iddiaçılar artıq özlərini yavaş-yavaş meydanda görürlər, media ilə artıq özlərini tərənnüm eləyirlər. Bunlar hamısı öz yerində. Amma bu müharibədən kim daha çox böyük, belə deyək, qazancla çıxır? Yəni Rusiyanı, Ukraynanı saymadan mən bu sualı verirəm sizə. Təşəkkür edirəm. Əslində, hörmətli həmkarım, 28 bəndlik bu təklif olunan sülh razılaşması ilə bağlı məsələlərə çox maraqlı yanaşma ortaya qoydu, yaxşı təhlil etdi. Mənim də bir neçə əlavəm olacaq təbii ki, İlyas mənim fikirlərinə. Bu proseslərdən udan tərəf bu 28 bəndlik bu müqaviləni, bu razılaşmanı, bu təklifi daha doğrusu təhlil etdikdə də görülür ki, burada qalib tərəf yeganə olaraq ABŞ-dir. Amma ümumilikdə proseslərin gedişatında bu proseslərdən faydalanan ən böyük tərəflərdən biri Çin idi, təbii ki. Bu müharibə davam etdiyi dövrdə proseslərin yaratdığı şərait Çinin iqtisadi yüksəlişinə, güclənməsinə, daha ucuz xam mal əldə etməsinə, daha geniş bazarlar əldə etməsinə, xüsusilə də sanksiyalar hesabına boşalmış bazarlara Çin məhsullarının daxil olmasına və möhkəmlənməsinə xidmət edən bir proses yaranmışdı və mühüm qalib tərəflərdən, xeyirli çıxan tərəflərdən biri Çindir. Burada məğlub tərəf təbii ki, başlıca olaraq Ukraynadır. Bu proseslərdə, xüsusilə də bu 28... Ukrayna savayı. Mən elə düşünürəm ki, yəni Ukrayna biz Rusiya ilə Ukraynaya toxunmuruq. Sonra aidiyyat bildirmirik necə deyirlər. Mən ümumi olaraq demək istəyirəm ki, Rusiyada qazanc əldə edənlər siz buyurursunuz ki, Amerikadır, Çindir və burada Avropa da var. Yəni ən çox canfəşanlar. Yox, burada uduzan tərəflərdən biridir Avropa. Çünki 2021-ci ilin sonlarında Rusiya, 2021-ci il dekabr ayında Rusiya
NATO və ABŞ-yə təqdim etdiyi o ultimativ xarakterli bəyanatda irəli sürülən şərtlərin böyük bir hissəsinə nail olmuş olur. Tam əksinə bunu qəbul etmək istəməyən və Ukrayna üzərindən proseslər, əks-Rusiya, anti-Rusiya prosesləri yeritməyə başlayan Avropa qarşıya qoyduğu hədəflərin demək olar ki, heç birindən nail ola bilmir. Yalnız bircə məsələ var. Avropaya hücum etməməklə bağlı Rusiyanın öhdəlik götürməsi və mən hesab edirəm ki, bir təhlükə olaraq hesab edirəm, bu subyektiv mövqeyimdir ki, Rusiyanın Avropaya hücum etmək belə bir planı mövcud deyil. Ən azı Rusiya-Ukrayna müharibəsinin bir neçə illik gedişatından sonra Rusiya bunun belə bir addımın onun üçün hansı nəticələr doğura biləcəyini çox yaxşı görürdü. Ona görə də xüsusi bir nəticə kimi görmək olmaz. Tam əksinə Avropada bir sıra məsələlərdə, xüsusilə də etimad məsələsində, beynəlxalq məsələlərin, münaqişələrin, münasibətlərin həllində bir aparıcı qüvvə kimi rolunun itirilməsində, cəmiyyət daxilində, Avropa cəmiyyətlərində fərqli meyllərin, münasibətlərin yaranması, xüsusilə də uzun illər ərzində liberalizmi təbliğ etməyə çalışan Avropada artıq millətçilik, sağ və sağ mərkəzçilik əhval-ruhiyyəsinin çox sürətlə genişlənməsində, bahaçılıq məsələlərində, bu məsələlərdə mən hesab edirəm ki, uduzan tərəflərdən biridir. Amma icazənizlə mən bu müqaviləni, deməli daha doğrusu bu təkliflər paketini özüm üçün bir təhlilini apardım. Dünən axşam bu yayılandan sonra müqayisəsini apardım. Həm 2021-ci il dekabr ayında Rusiyanın irəli sürdüyü şərtlərlə və o şərtlərin yerinə yetirilməz olması ilə bağlı həm ABŞ-dən, o dövrdə Biden administrasiyasından xüsusən Blinken açıq reaksiya vermişdi ona. Eyni zamanda dekabr ayının 31-də idi, səhv etmirəmsə, Bidenlə Putin arasında telefon danışıqları zamanı da, eyni zamanda NATO-dan da əks cavab verilmişdi. Bu cavablar fonunda mən onu təhlil etdim, müqayisəsini apardım və eyni zamanda bu təkliflərdə Ukraynanın xeyrinə və Rusiyanın xeyrinə olan maddələri bir-bir təhlil etməyə, ayırmağa çalışdım. Çox təəssüf ki, 28 bənddən ibarət olan bu təklifin tam olaraq 14 bəndi, digərlərində də müəyyən elementlər var. Tam olaraq 14 bəndi Rusiyanın maraqlarına xidmət edən, tam əksinə Ukraynanın maraqlarına zərər vuran, zərbə vuran mövqelərdir. Ukraynanın maraqlarına xidmət edən isə təxminən 10 bənd var. Onun da bəziləri demək olar ki, çox ciddi bir sual altındadır və ya ayrı-ayrı bəndlərində elə Ukraynanın maraqlarına zidd məsələlər var bu təkliflərin özündə. Məsələn, ABŞ-nin zəmanəti ilə bağlı Ukraynaya çox böyük bir bənddən ibarət, bir neçə daha doğrusu hissədən ibarət bir bənd səslənir. ABC-nin zəmanəti. Amma unutmayaq ki, ABC-yə bir dəfə əvvəla Ukraynaya zəmanət veribdir. Özü Rusiya. Nüvə məsələ Budapeştdən var. Bəli, Budapeştdə, dekabr ayının 5-də. ABŞ, Böyük Britaniya və Rusiya Təhlükəsizlik Şurasının 2 üzvü aktiv deməli zəmanətçi rolunda çıxış edib. Fransa və Çin isə sonradan qoşularaq zəif zəmanətlərlə iştirak edib. Bunun özü bir sual doğurur. Bu bir. İkincisi, siz təsəvvür edin ki, ABŞ zəmanət verir və zəmanətində ABŞ zəmanət üçün kompensasiya alacaq. Burada belə ABŞ öz maraqlarını güdür. İkincisi, Ukrayna Rusiya hücum edərsə, zəmanət öz qüvvəsini itirəcəkdir. Bu nə zəmanətdir? Sən açıq şəkildə Ukraynanın boynuna qoyursan ki, itirilmiş torpaqlarınla bağlı, hansı ki o biri bəndlərdə açıq şəkildə, Rusiyanın mənafeyinə uyğun olan bəndlərdə açıq şəkildə deyilir ki, Donetsk və Lugansk, yəni Donbas vilayəti tam olaraq Kersonla Zaporojye ilə bağlı artıq təmas xətti. Ümumiyyətlə, Krım ümumiyyətlə adı çəkilmir. Zaporojye və Xersondan da müəyyən bir hissələri Rusiyanın nəzarətinin altında olaraq geri qaytarılır. Amma hansı hissələrdir? Bunlar da aydın olmayana qədər. Orada təmas xətti var da, hər halda. Təmas xətti nə olduğunu biz bilirik özümüz. Məsəl üçün də hər bir müharibədə təmas xətti olur. Təmas xəttinin özündə belə ilkin danışıqlara görə 20 kilometr bu tərəfdən, 20 o tərəfdən deməli demilitarizasiya zonası olmalıdır. Ümumilikdə 40 kilometr zolaq. Bu kimin ərazisidir? Təbii ki, Ukraynanın özü. Amma Ukrayna ərazisində Ukrayna qoşunu yerləşdirilə bilməz.
Bəli, bunu qarşı tərəfə şərt kimi güya irəli sürürlər ki, Rusiya da yerləşdirə bilməz. Amma nəticə etibarilə axı Ukrayna silahlı qüvvələri yoxdur orada. Deməli artıq itirilmiş həmin ərazilər. 2,5 Yəni indi bu dəfə azalır. müddəalarla 600 minə bağlı qədər. hələ işlər gedəcək. Yəni bu Təbii ki, ilkin işlər variantdır. gedəcək. Mən ilkin variant. Mən hələ sadəcə məsələləri çatdırmaq istəyirəm ki, 3 vilayətdən ümumiyyətlə söhbət getmir. 2 vilayətin də hansı hissələri qaytarılmasından asılı olaraq böyük bir hissəsi Rusiyanın və ya müəyyən bir hissəsi Rusiyanın nəzarəti altında qalacaqdır. Düzdürmü? Bəli. Hansı hissənin o demilitarizasiya olunmuş hissə bufer zonası olacağından asılı olaraq. Yox, burada Anar müəllim, yəni atəşkəs əgər elan olunursa, kimin qoşunu harda dayanıbsa orada da dayanırlar. Yəni bu ümumi şəkildə qəbul olunmuş bir qaydadır. Zaporojye və Xersonun müəyyən bir hissəni Rusiya çıxacaqdır, Rusiya qoşunları çıxacaq. Təbii, əlbəttə. Bax, mən o hissədən danışıram. Və digər bir məsələyə toxunmaq istəyirəm. Burada 2021-ci ildə Rusiya bu şərtləri irəli sürərkən NATO-ya üzv qəbul olunmaması ilə bağlı ən mühüm şərti irəli sürmüşdü və Zelenskinin o dövrdə çox pafoslu, mən hesab edirəm ki, heç bir halda reallıqlara uyğun olmayan və ehtiyac olmayan bir bəyanatı var idi yanvar ayında, xatırlayırsa. Anar müəllim, gəlin yada salaq ki, Ukrayna konstitusiyasında NATO-ya daxil olma məsələsi təsbit olunur. Bəli. Yəni o var. Yəni artıq onu oradan çıxarmaq lazımdır. Bəli, Necə ki, biz bəli. Ermənistandan tələb edirik ki, sən ərazi iddianı bizə dair, Qarabağa dair oradan çıxarmalısan, beləcə də Ukraynadan tələb edirik. Tamamilə haqlısınız. Hələ mən real bəyanatı səsləndirirəm ki, bəyanat səsləndirir ki, bu suveren dövlətin daxili işlərinə müdaxilədir və biz hansı istiqaməti seçəcəyimizi özümüz müəyyən edirik. Bəli, təbii ki, belədir. Amma bunu açıq şəkildə bir aqressoru, bir işğalçını qıcıqlandıracaq formada bəyan etməyə nə ehtiyac var idi? Yaxud da ehtiyac hiss etdin və onu səsləndirdin, müharibə də başladı və s. işğal prosesləri getdi. Nəyə nail oldun? İrəli sürülən təkliflərdə açıq şəkildə qeyd olunur ki, Ukrayna konstitusiyasında dəyişiklik ediləcək və NATO-ya üzv olmamaqla bağlı bənd salınacaqdır. Bəli, yəni bu özünə məxsus bir öhdəlikdir. Əlbəttə. Ki, mən bundan imtina edirəm. NATO belə öhdəlik götürür ki, Ukraynanı ora qəbul etməyəcək. Mən sadəcə bir məsələni qeyd etmək istəyirəm və bitirmək istəyirəm. 97-ci ildə bir razılaşma var idi. O razılaşmaya görə keçmiş Sovet Respublikaları, Pribaltika Respublikaları istisna olmaqla NATO-ya üzv qəbul edilməməli idi. Bunun pozulmasına cavab olaraq, bu istiqamətdə şərqə doğru genişlənməyə cavab olaraq 2008-ci ildə Rusiya Xaricilər Naziri Lavrovla ABŞ-nin Rusiyada o dövrdəki səfiri, sonra Mərkəzi Kəşfiyyat İdarəsinə də rəhbər təyin olundu, çox yüksək bir vəzifə. Burns arasında, bəli, bir müzakirə, bir söhbət olmuşdu və Lavrov orada açıq şəkildə bəyan etmişdi ki, sizin bu davranışlarınız çox ciddi problemlərə, beynəlxalq təhlükəsizlik məsələlərinə, eyni zamanda Ukraynanın parçalanmasına gətirib çıxara bilər. Atılan addımlar, Qərb tərəfindən edilən təhriklər, eyni zamanda yanlış, səriştəsiz liderin, Ukrayna liderinin davranışlarının nəticəsində 2008-ci ildə irəli sürülən o fikirlər reallaşmış oldu. Anar müəllim, gəlin bir məqamında yada salaq ki, 90-cı illərdəki Sovet İttifaqı artıq çöktü, yeni respublikalar meydana gəldi. O zaman Zbigniew Brzezinski çox fəal bir fəaliyyətdə idi və o bilavasitə postsovet məkanı ilə yaxından araşdırmalar aparırdı və öz proqnozlarını da verirdi. Ümumiyyətlə, Qərbin baxışlarında Ukrayna mövzusu xüsusi əlahiddə bir xarakter daşıyırdı. Və onlar bildirirdilər ki, Ukraynanın nəyin bahasına olursa olsun Rusiyadan uzaqlaşdırmaq lazımdır. İstinad nöqtəsi kimi baxırlar, bəli. Necə? İstinad nöqtəsi kimi baxırlar. Bəli. Yəni nəyin bahasına olursa olsun biz gərək Ukrayna ilə Rusiya arasında gərək bir sədd yaradaq, lazımdırsa nifaq salaq. Bəli. Və bunu etdilər də. Çünki deyirdilər ki, əgər Ukrayna Rusiyadan qırılsa, demək, Sovet İttifaqının bərpası məsələsi çox problematik bir vəziyyətə düşəcək. Bunu Brzezinski özü etiraf edirdi. Biz gərək Ukrayna uğrunda mübarizəmizi gücləndirək. Onun sözləridir bu. Və onların bu mübarizəni gücləndirməsi nə ilə bitdi? Elə siz bayaqlar dediniz, Lavrovun da dilindən çıxmışdı bu şeydə. Hələ gəlin yada salaq başqa bir məqamı. Hələ Sovet İttifaqı var idi. Fərsiz Mikhail Gorbaçov Qərblə danışıqlar aparanda artıq Ata Bushla onlar razılaşma gəlmişdilər ki, demək ki, Sovet İttifaqı Şərqi Avropadan qoşunlarını çıxarır bir şərtlə ki, NATO yerindən dəbərmir. Bəli. Dəbərmədi. Sovet respublikalarına gəlməyəcək. Şərqi və Mərkəzi Avropa. Yenə də onlar aldatdılar. Hamısına gəldi, əlbəttə. Bəli, aldatdılar. Gəlin indi biz bu haqda danışırıq. 90-cı il Beykerin çıxışını bayaq sizlə danışdıq verilişdən öncə. 90-cı ildə Beyker açıq şəkildə bəyan eləyirdi ki,
Vancouverdən, yəni Kanadanın tam şərqindən başlayaraq Vladivostoka qədər Avro-Atlantik məhkəm formalaşdırılmalıdır. Hədəf bundan ibarət. Onu hətta təhlükəsizlik zolağı kimi bildirirlər. Amma əslində onlar öz prizmalarından baxırlar o məsələyə. Və nə deyirsiniz? Müharibədən əvvəl Rusiyanın şərtlərinə toxundu, hörmətli Anar müəllim. Orada bir şərt də vardı ki, NATO-nun 99-cu il sərhədlərinə çəkilməsi. Əlbəttə bu biraz həqiqətdən uzaqdır, amma Rusiya bunu ön şərt kimi irəli sürmüşdü. Hər nə olandan sonra əlbəttə ki, şərtlərə nail olundu deyilmir təbii ki. Ona görə dedim ki, məğlub tərəflərdən də bir Rusiya. İndi biz artıq o 3 bölgə üstə gəldik. Xerson və Zaporojye vilayətinin bəzi hissələrini toxunduq, yəni o barədə danışdıq. Yeri gəlmişkən gecə yarısı bu günləri artıq Zaporojye vilayətinin ərazisində döyüş gedib və Rusiyanın zərbələri endirilib və bu məsələ ilə bizim bir video fraqmentimiz var. Gəlin ona nəzər salaq, sonra qayıdırıq studiya. Ukraynaya hava hücumları davam edir. Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye şəhərinə hücum edib. Hava zərbəsi nəticəsində 5 nəfər həlak olub, 8 adam yaralanıb. Bu barədə vilayət administrasiyası məlumat yayıb. 5 çoxmərtəbəli bina, mağaza və bazarda dağıntılar qeydə alınıb, yanğınlar baş verib. Əraziyə Fövqəladə Hallar Xidmətinin əməkdaşları cəlb olunub. Partlayışdan bir qədər əvvəl vilayət administrasiyasının rəhbəri İvan Fyodorov idarə olunan aviasiya bombaları ilə hücum təhlükəsi barədə xəbərdarlıq etmişdi. Belə şəraitdə atəşkəsin də əlbəttə ki, həm elan olunması, həm də ona riayət edilməsi çox vacib, amma ağırlı bir məsələyə çevrilir. Gərək faktiki olaraq bütün proseslər hamısı nəzarət altında olsun. Əgər tərəflər həqiqətən də razılaşmaya gəlib çıxacaqlar ki, artıq biz atəşi dayandırırıq, mütləq şəkildə gərək hər iki tərəfdə sükut çöksün. Görək indi bunu əldə eləmək mümkün olacaq, yoxsa yox. Mən istərdim həm də ki, biz indi bu 28 bənd haqqında danışırıq. Biz həmişə tamaşaçılarımız üçün də bir xatırlatma eləyək. Bizim bir balaca demək söhbətimiz var. Gəlin onu dinləyək. Ukraynanın suverenliyi təsdiqlənəcək, Rusiya, Ukrayna və Avropa arasında qarşılıqlı hücum etməməklə bağlı müqavilə bağlanacaq, son 30 ilin bütün qeyri-müəyyənlikləri həll olunmuş hesab ediləcək. Rusiya qonşu ölkələrə hücum etməyəcək və NATO daha da genişlənməyəcək. Qlobal təhlükəsizliyi təmin etmək, əməkdaşlıq və gələcək iqtisadi inkişaf üçün imkanları artırmaq məqsədi ilə bütün təhlükəsizlik məsələləri həll etmək və gərginliyin azaldılmasına şərait yaratmaq üçün ABŞ-nin vasitəçiliyi ilə Rusiya ilə NATO arasında dialoq aparılacaq. Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna silahlı qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq. Ukrayna öz konstitusiyasında NATO-ya qoşulmayacağını təsbit etməyə və NATO öz nizamnamələrinə Ukraynanın gələcəkdə qəbul edilməyəcəyi barədə müddəa daxil etməyə razıdır. NATO Ukraynada qoşun yerləşdirməməyə razıdır. Avropa qırıcı təyyarələri Polşada yerləşdiriləcək. Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq. Xerson və Zaporojye təmas xətti boyunca dondurulacaq ki, bu da təmas xətti boyunca de facto tanınma deməkdir. Rusiya 5 bölgə xaricində nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina edəcək. Ukrayna qüvvələri hazırda Donetsk vilayətinin nəzarət etdikləri hissəsindən geri çəkiləcək və bu geri çəkilmə zonası beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus ərazi kimi tanınan neytral silahsızlaşdırılmış bufer zonası hesab ediləcək. Rusiya qüvvələri bu silahsızlaşdırılmış zonaya daxil olmayacaq. İlk baxışdan əlbəttə ki, bu nəzərdə tutulan tədbirlər, sonra tələblər bir qədər çətin görünür, problematik görünür, amma hər onlardan sonra onlara riayət etmək lazım gələcək. Əgər həqiqətən də bax bu plan qüvvəyə minəcəksə və təbii ki, burada da iki dövlətin məramı və qətiyyəti çox vacib bir rol oynayacaq. Bir Amerika Birləşmiş Ştatlarının, bir də Rusiya Federasiyasının və mənə elə gəlir ki, burada Trump-Putin danışıqlarının da Ankorij görüşdəki məğzi də elə bundan ibarət idi. Çünki faktiki olaraq iki lider yəqin ki, ümumi konturlar orada cızmışdılar və sadəcə müəyyən o ehtiyatlanmaya görə onlar bu məsələni dərhal açıqlamadılar. Amma indi artıq görünür ki, bəli, deməli bu plan hardasa nəzərə alınıb, onun üzərində çox ciddi bir iş gedirdi və indi artıq bu 28 bənd demək olar ki, ictimailəşdirilmək üçün artıq məqbul sayılıb. Turab müəllim, bax bu
özünə məxsus yeni bir presedentdir, belə deyək. Yəni bax bu plan özü, bu yanaşmanın özü. Bax, əgər əldə olunmuş ümumiyyətlə dünya təcrübəsi prizmasından buna yanaşsaq, necə dəyərləndirmək olar bu planı? Yəni faktiki olaraq birincisi, iştirakçı ölkə üçün bunlar nə dərəcədə məqbul sayıla bilər? Yəni biz kənardan nəzər yetiririk. Digər tərəfdən də keçmiş müharibələrin də sonu olub, onlarla bağlı razılaşmalar əldə olunub ki, onlara da artıq sülh planını təqdim etsinlər. Bax, fərqli cəhətləri, sonra bunun öz belə deyək, unikallığını vurğulayan məqamlar hansılardır fikrinizcə? Birisi, ilk öncə bu razılaşma əlbəttə ki, indi ictimai təqdim olunub, hələ bu razılaşmanın baş tutmayacağı özü də bir sual altındadır. Ən azından bayaq baxdığımız kimi Zaporojyedə hələ döyüşlər gedir. Amma bu razılaşma baş tutarsa, indiyənə qədər dünyada siyasi proseslərin idarə olması istifadə olunub, beynəlxalq nizamın biz pozulduğunu görəcəyik. Faktiki olaraq bu Vestfaliya prinsiplərinin pozulmasıdır. Yəni son 400 ildə Avropa həm öz daxilindəki proseslər, həm beynəlxalq prosesləri hansısa şəkildə Vestfaliya prinsiplərini əsasən həll etməyə çalışır. Üzr istəyirəm, Turan müəllim, siz 17-ci əsrə qayıdırsınız. 1638-ci ilə. Amma indi gəlin, heç olmasa 80 il bundan əvvəlki qəbul olunmuş qaydaya biz istinad eləyək. Bəli. Yəni burada ən əsas məsələ nədir? Faktiki olaraq Rusiya Ukrayna ərazilərinə daxil oldu, bu əraziləri öz üçün götürdü və ABŞ əgər bu razılaşmanı məcbur edə bilsə, beynəlxalq ictimaiyyət buna razılaşacaq. Xüsusilə buna çox etiraz edən Avropa İttifaqı ölkələri, Britaniya və digər müttəfiq ölkələr, Kanada, Yaponiya, Koreya və s. Avstraliya və s. Avstraliya. Və bu artıq dünyaya yeni bir normanın gətirilməsi deməkdir. Yəni daha sonra aydın məsələ ki, Rusiya kimi kifayət qədər balanslı, hər tərəfli gücü olan ölkələrin sayı dünyada çox deyil, amma daha sonra hansısa bir ölkə də bunu sınayıb bu şəkildə və nəticələr qəbul etdirməyə çalışa bilər. Ən azından biz bunu deyək ki, Çin-Tayvan məsələsində görə bilərik və yaxud elə mən orada bir münaqişə gözləmirəm, amma Trumpın özünün ABŞ-ın nüfuz dairəsi ilə bağlı fərqli açıqlamaları var və s. və axır. Yəni, dünya faktiki olaraq artıq daha açıq, diplomatik normalın gözlənilmədiyi və açıq şəkildə maraqların ifadə olunduğu bir dövrə qədəm qoyur. Yəni, burada aydın məsələ ki, təkcə Rusiyanın Ukraynanın şərqini işğalı məsələsi deyil. Biz bunu ABŞ-ın timsalında da görürük. Deyək ki, Venezuela və Nigeriyada faktiki olaraq heç bir beynəlxalq ictimaiyyətin qəbul etmədiyi normalara, etdiyi normala heç birine uyğun olmayaraq deyək ki, müdaxilələr var. Daha əvvəllər Rusiyanın şikayət elədiyi, deyək ki, İraq və Suriya və yaxud Əfqanistan müdaxilələri və s. vardı. Amma burada əsas fərq ondan ibarətdir ki, məsələn, ABŞ Əfqanistana, deyək ki, Suriyaya və yaxud İraqa daxil olarkən orada hansısa bir bəhanə gətirdi. Orada kütləvi qırğın silahı var və yaxud rejim dəyişikliyi olacaq, demokratiya gətirir. Yəni, həmin ərazilər ilhaq eləmirdi. İlk dəfə olaraq biz təkcə burada Rusiya tərəfindən Krımın deyil, ətraf ərazilərini, hətta Donbasın belə ilhaqını görürük. Bu əslində öz bir yenilikdir. Başqa bir məsələ ondan ibarətdir ki, əslində düşünürəm ki, mən nəyə görə düşünürəm ki, bu sülh prosesi ilə bağlı çox ciddi problemlər çıxacaq. Klassik Anglo-Sakson yanaşmasında belə bir istifadə olunur. Deyir ki, tortu tək başına yemək olmaz. Yəni, hamıya pay çatmalıdır. Ancaq bu məsələdə sanki əslində Rusiya ilə Ukraynanın arasında gedən bu tort uğrunda mübarizə sadəcə ABŞ daxil olur və ABC oradan pay götürür. Faktiki olaraq müharibədə ən çox iştirak edən, həm maddi olaraq, deyək ki, silah olaraq, siyasi olaraq Avropa dövlətləri, klassik Avropa burada faktiki olaraq kənarda qalmış olur. Mən üzr istəyirəm sizdən. Burada faktiki olaraq biz gəlin Trumpın da bir dediklərinə diqqət eləyək də. Faktiki olaraq Donald Trump bildirir ki, mənə qədər ki, administrasiyanın, Joseph Biden'ın administrasiyası kifayət qədər və hətta küllü miqdarda vəsait xərcləyib Ukrayna müharibəsi üçün. Yəni, biz deyir, əgər bu pulları xərcləmişsə bizim ölkəmizdir. Bəs qazancımız bundan nə olacaq? Biz nə götürməliyik? Çünki biz bir ucdan xərcləmişik. Və istəyir bu biznesmendir, istəyir nə bilim iş adamıdır, o öz yerində. Amma əslində müharibələrin həmişə arxasınca gələn bir tələb var. Mən nə qazanacağam? Əlbəttə, maraq. Nə itirmişəm, nə qazanacağam? Ona görə bax, burada mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatlarının da özünün bu iddiaları, baxışları, Donald Trump prinsip etibarilə ola bilsin ki, sistemdən kənar siyasətçidir. Amma onun baxışları hətta biznes
sferasında əgər nəzərdən keçirilirsə, amma həm də ona haqq var axı. Əlbəttə ki, burada real politik var. Yəni ABŞ bura müharibəyə xərc çəkib və xərcləri çəkən daha çox dividend götürməlidir. Amma burada Ukrayna məsələsinin bir spesifikliyi də var axı. Ukrayna elə ABŞ bütün bundan əvvəlki administrasiyalar tərəfindən Avropaya həvalə edilmiş bir regiondur. Yəni faktiki olaraq hətta indiki müqavilədə belə Ukraynanın Avropa İttifaqına gələcəkdə üzv olacağı, hətta ona qədər müvəqqəti bazada mən bir qədər bu məsələ var. tezislə razılaşa bilmirəm sizinlə, bir sizinə görə. Çox üzr istəyirəm. Yəni biz Buyurun. gəlin polemika da eləyək Bəli, də. Yəni faktiki olaraq Biden dövründə hələ hətta Biden vitse-prezident olduğu halda belə Ukraynaya çox ciddi şəkildə onlar nüfuz elədilər. Onun biznes planları var idi. Oğlu Hunter Biden orada böyük layihələrin demək icraçısına çevrilmişdi. Victoria Nuland gəlib gedirdi ora. İnqilabı prosesləri, yəni o dövrdə bəli Avropanın adı hallanırdı, amma daha çox nüfuz edən Amerika Birləşmiş Ştatları idi. Birisi Tofiq müəllim, ümumiyyətlə Ukraynada bu qəncli inqilabları eləyən, bunları dəstək verən Qərbdir. Qərb dedikdə Amerika Birləşmiş Ştatlarıdır. Bu bəllidir. Amma nüfuz dairəsi kimi ölkələrin bölünməsində həmişə ABŞ deyək ki, öz müttəfiqlərini nəzərə alır. Məsələn, siz xatırlayırsınız, Normandiya formatında belə ABŞ birbaşa iştirak eləmirdi. Məsələn, Almaniya və Fransanı salmışlar ki, siz özünüz bu məsələni həll edin. Və bizim Qarabağ münaqişəsində daimi olaraq Fransanın müdaxilə olması kimi. Halbuki Fransa bu münaqişənin nə yaranması, nə də sonradan orada xüsusi bir rol oynayan biləcək bir ölkə deyildi. Yəni burada faktiki olaraq ABŞ həm Avropanın təhlükəsizliyini özlərinə götürsə də, biz bayaq dediyimiz o təhlükəsizlik xərclərini çəksə də, həm də Avropanın nüfuz dairəsində olan ölkələrdə həmişə bu paylaşımda onları nəzərə alırdı. Məsələn, bundan əvvəlki Britaniya-Fransa birgə planına biz baxsaq, o deyək ki, bununla bağlı müəyyən sənədlər yayıldığı iddia olmuşdu Fransa ordusunun baş qərargahından. Orada faktiki olaraq Ukraynanın geniş ərazilərində Britaniya və Fransanın maraqlarının olması və müəyyən yerlərdə də Polşa və Rumuniyaya müəyyən rolların verilməsi ilə bağlı məsələlər vardı. İndi isə bu müqaviləni biz oxuduqda sanki ümumiyyətlə Avropa İttifaqı yoxdur. Hamısı həmin Avropa İttifaqı ki, bəli, ABŞ da burada ən böyük vəsait xərcləyib sponsordur. Amma axı həmin Trump, həmin Avropanı məcbur eləyirdi ki, siz bizdən bu silahları Ukraynaya verməlisiniz. İndi də yenə Ukraynanın bərpası üçün lazım olan 100 milyard dolları Rusiyanın aktivlərindən deyək 100 milyard dolları Avropa İttifaqının üzərinə qoyur. Amma bütün bunlara baxmayaq, bu müqavilə nəticəsində Avropa İttifaqının hər hansı siyasi, iqtisadi biz dividend əldə etdiyini görmürük. Ortada yeganə məsələ Avropanın təhlükəsizlik məsələsidir ki, bayaq indi hörmətli həmkarım da dedi, burada onsuz da heç kəs deyək ki, Rusiyanın Almaniya və Fransa hücum edəcəyini onsuz da gözləmirdi. Əlbəttə. Yəni burada reallıqda Avropa İttifaqı heç nə əldə etmədi. Mən sadəcə bir dəqiqə üzr istəyirəm sizdən. Avropa İttifaqı Trumpın gəlişində, ikinci gəlişinə qədər çox gözəl özü üçün bir mövqe seçmişdi. Yəni bütün o yüklərin hamısını yıxırdı Amerikanın üzərinə. Vaşinqtondan tələb eləyirdi. Vaşinqton da deyirdi, bəli, biz həll edəcəyik, darıxmayız. Həm də öz məsələlərini Avropa həll edirdi Amerikanın hesabına. Yəni onun yedəyinə oturmuşdular, açıq deməli olsaq. Sadəcə Trumpın gəlişi və onun yeni baxışı göstərdi ki, bilirsiniz nə var? Siz Ukrayna üçün yaxşı olmaq istəyirsinizsə, mən bunu dəstəkləyirəm. Mən dəstək, amma mən havaya heç nə verməyəcəyim. Gəlin, silah tutasınız, mən satıram bunu. Qiymətini ödəyin, verin. Yəni faktiki olaraq burada oyun qaydaları dəyişildi və bunu da edən Donald Trump oldu. Ona görə də Donald Trump indidən başa düşür, anlayır və hətta car çəkir ki, bu müharibə dayandırılmalıdır. Bilsin, çünki onun ölkəsi kifayət qədər xərc çəkib, siz bayaq buyurduğunuz kimi. O öz xeyrini götürmək istəyir. Kompensasiyanı istəyir. Bir məsələni də toxunmaq istəyirdim, Tofiq müəllim. Burada həm də mənə gəlir ki, əslində Amerika Birləşmiş Ştatlarının əsas hədəfi, mən müharibənin başlanğıcından etibarən bunu iddia edirəm, Rusiyadan daha çox bu Ukrayna münaqişəsində Almaniya idi və Avropa İttifaqının bir vahid dövlət kimi birləşməsi idi. Yəni biz burada açıq şəkildə görürük ki, faktiki olaraq Vancouverdən Vladivostoka qədər olan layihənin heç vaxt bir reallaşma ehtimalı olmayıb. Amma həqiqətən də Lissabondan Vladivostoka qədər Avropa İttifaqı ilə Rusiyanın yaxınlaşma layihəsi vardı və Avropa İttifaqının texnoloji tərəfləri və Rusiyanın geniş rezervlərindən faktiki olaraq dünyada yeganə profillə işləyən Alman iqtisadiyyatı formalaşmışdı. Və müharibə nəticəsində biz gördük ki, faktiki olaraq bu yaxınlaşma dağıdıldı. Hazırda Rusiyanın Avropada ən böyük qarşısına çıxan tərəf, ən böyük əleyhdarı deyək, Almaniyadır. Alman iqtisadiyyatı Rus enerjisi ilə, Rusiya resursları olan bağı kəsildi. Alman iqtisadiyyatı son 70 ildə özünün ən pis dövrünü yaşayır. Və buna paralel olaraq
Avropanın enerji təchizatında da Rusiyadan boşalan yeri ABŞ öz sıxılmış qazı ilə aldı. Yəni faktiki olaraq həm də Aydındır. Almaniyaya qarşı bir Yəni ən ehtiyatlı tərpənən oyuncular həmişə əlbəttə ki, çalışırlar başqalarının səhvlərindən istifadə eləsinlər, öz maraqlarını yerləşdirsinlər və öz xeyirlərini götürsünlər. Yəni burada qeyri-adi bir şey yoxdur. Amerika Birləşmiş Ştatları ümumiyyətlə belə bir konfigurasiya həmişə hazır olub. Birinci Dünya müharibəsində onlar qazancı əldə edilər, ikincisində əldə elədilər, Marshall planı və s. Yəni biz görürük ki, bu ölkə həm də çalışır ki, müharibələr bunun sərhədləri boyunca olmasın, özündə bir çaxnaşmalar olmasın. Kənarda nə edirsiniz eləyin. Mən sadəcə bir hegemon dövlət kimi yanınızda olacağam, çalışacağam hətta sülh prosesini təmin edeyim və s. Amma həm də mənim gözləntilərim var. Xeyrimi götürəcəm. Xeyrimi götürəcəm, gözləntilərim var, bəli. Təbii ki, müharibəyə qatılan ölkələr ilk növbədə özlərini düşünürlər və onlar siyasəti güc, yumşaq yox, sərt güc vasitəsilə aparırlar ki, həqiqətən də özlərinin geosiyasi mövqelərini gücləndirsinlər, həm də qazanc əldə etsinlər, digər tərəfdən də onlara dair tuşlanmış risklərin qarşısını alsınlar. İlyas müəllim, nə dərəcədə Rusiya buna nail oldu? Ümumiyyətlə, nail oldu mu? Çünki Rusiya bəllidir, indi Rusiyanın gilə-güzarı var və deyir ki, biz tək Ukrayna ilə vuruşmuruq. En qədər ölkə var orada, Avropa İttifaqında digər ölkələr var ki, onlar hamısı kömək edirlər Ukrayna. Amma biz hər halda öz mövqelərimizi saxlaya bilirik. Nə əldə elədi Rusiya? Rusiya əlbəttə ki, düşünürdü ki, bu 24 fevrala qədər əgər birinci addımı atmasa, onda Ukrayna Rusiya ərazisinə daxil olacaq və Ukraynada mərkəzləşən, Ukraynada toplaşan bu silahlar Rusiyanın milli təhlükəsizliyinə və ərazisinə təhdid törədəcək. Putin də belə bir sözü var. Yəni Ukraynanı müharibəyə hazırlayırlar. Bəli. Bu açıq aydındır və burada yəni toplananların yerini dəyişəndə cəm dəyişmir. Bunu Avropa elədi, ABŞ elədi, axır bu oldu. Və əlbəttə ki, Avropa vasitəsilə ABŞ eləyirdi. Avropa siyasi laboratoriyaları, hibrid müharibələri formalaşdıran müxtəlif institutları burada fəal iştirak eləyirdi və vizanın ləğv olunmasından tutmuş bütün məsələlər, imtiyazlar Ukrayna xalqında belə böyük bir gözlənti yaratmışdı. O cümlədən siyasi elitasında, yeni gələn qüvvədə, Zelenskinin komandasında və s. Ona görə də hesab edirəm ki, burada Rusiya yeni narrativlər formalaşdıracaq. Bu müharibənin hazırki şərtlər daxilində yekunlaşması ilə və artıq gözüm qabağında bir mənzərə yaranır ki, Rusiya kanallarında bunu nə cür təqdim eləyəcəklər, müxtəlif ekspertlər, bəlağətli, populist nitqləri ilə. Amma Rusiyanın özü də burada milyardlar itirdi. Rusiyanın özü də itki ilə çıxır müharibədən. Rusiya özü də hərbi sənaye kompleksinin itkiləri ilə burada çıxır. Şəhərlərinə dəyilən zərbələr, infrastruktura, kommunikasiyalara, ondan artıq insanlar, xərclənən rezervlər, tükənən ehtiyatlar. Amma gəlin bir paralel aparaq da. Müharibələrdə xüsusilə də strateji potensiala, resursuna malik tərəflər həmişə gələcəyin tələbləri baxımından nəsə əldə edirlər. Rusiyanın hərbi sənaye kompleksi çox bərbad bir vəziyyətdə idi. Məhz bu 4 il ərzində demək olar ki, o kompleksin daxilində sözün əsl mənasında inqilabi dəyişikliklər baş verdi. Yəni texnoloji gedişlər istifadə olundu. İndi yeni silah sursatlar, uçan aparatlardan tutmuş artilleriya qurğuları və xüsusilə də artilleriya qurğularının lülələri, bax o çox vacib bir məsələdir, yəni hərbi texnika sayəsində. Yəni bunlar hamısı artıq Rusiyada yeni standartlara keçidi, təmin etdi. Yəni müharibə şəraiti olmasaydı Rusiya bunu edə bilərdimi? Yox, iqtisadiyyatla bağlı da eyni fikirləri söyləmək olar. Yəni sanksiyalardan, yəni haqqını vermək lazımdır ki, düzgün yayınma və müxtəlif dövlətləri, müxtəlif təşkilatları, şirkətləri bu işlərə cəlb eləmə məsələləri vardı və hətta fakt müəyyən olunanda Ermənistan kimi ki, birbaşa bu prosesdə iştirak eləyir. Bunun üzərindən də müxtəlif digər reveranslar edilirdi və aydındır ki, bu söylədiyiniz hərbi texnoloji irəliləyiş həm də qərb texnologiyası və yaxud Çin texnologiyası üzərində idi. Qərb texnologiyası üçüncü dövlətlər tərəfindən əldə edilirdi.
Çin Hindistan texnologiyasını isə birbaşa alırdı və bu da həmin ölkələr üçün yeni bir imkanlar formalaşdırdı, fürsətlər formalaşdırırdı. Əlbəttə ki, yeni dönəmdə mən Turab bəyin fikirlərinə çox razıyam ki, Avropa geosiyasi mərkəz gücünü, Brüsselin bu regionlar üzərində siyasi təsir gücünü itirdiyini düşünürük. Yəni Atlantizm nəzəriyyəsi demək olur ki, yavaş-yavaş öz mövqelərini İflasa uğrayır və burada Amerikanın yeni düzəmdə, indi biraz Fukuyamanın sözlərinə oxşayacaq mənim sözlərim. Yəni yeni nizamda tarixin sonunun başlanğıcı kimi ABŞ görür. Trumpın elə fikri bu idi. Sadəcə olaraq bəziləri onu diqqətlə qulaq asmır və yaxud onun dediklərinin reallaşacağının şübhə altına alır, inanmırlar. Amma Avropa ilə Rusiya arasında, yəni Avrasiyaçılıq müstəvisində bir parçalanma yaratdı. Bu tərəfdən Çin, elə Pakistan, Hindistan, Yaxın Şərq, yəni bu parçalanma oxlarıdır. Bu dəyişdirici oxlardır ki, ayrı-ayrı makro regionlar arasında yaradılır və onu biraz da fragmentasiyalara da bölmək olar. Məsələn, Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa, Yaxın Şərq, ümumilikdə Böyük Orta Doğu coğrafiyasının Avrasiya məkanında bu siyasəti qeyd etmək lazımdır ki, ABŞ həyata keçirdir və Avropanın tənqidi müxtəlif dəyərlər üzərindən, müxtəlif ideoloji narrativlər üzərindən həm də gəldi, çıxdı maliyyə, iqtisadi, geopolitik məsələlərə və indi isə yeni dövrdə düşünürəm ki, Brüssel ilə Moskva birgə fəaliyyət göstərə bilər və Avropa artıq özü öz təhlükəsizliyi haqqında düşünür. Xüsusilə bu iki müharibənin, mən Yaxın Şərq müharibəsini də bundan ayrı düşünmürəm. Bəli. Ciddi surətdə Avropanın siyasi düşüncəsinə təsiri ortadadır. Çox sağ olun. Bizim 7 dəqiqə vaxtımız qalır. Elə mən bax bu məqama toxunmaq istəyirdim İlyas müəllim. Siz yaxşı yada saldınız. Yəni deyirlər ki, Ukrayna böhranı ilə Yaxın Şərq böhranı arasında birbaşa korrelyasiya var. Bu belədir yoxsa yox? Təbii ki, bu münaqişələr arasında bir əlaqələr mövcuddur, amma bunları tam olaraq bir-biri ilə uyğunlaşdırmaq, eyniləşdirmək... Yox, uyğunlaşmaq. Məhz dünya nizamı üçün, yəni bunların korrelyasiyası çox böyük rol oynayacaq. Çünki yeni dünya düzəninin formalaşması ilə bağlı bir prosesin başladığını hamımız görürük, müşahidə edirik və bu proseslər təbii ki, münaqişələr üzərindən gedir. Çünki maraqlar toqquşması baş verir və maraqları təmin etmək uğrunda da bu gərginliklər, münaqişələr və ya müharibələr baş verir. Bu mənada təbii ki, bir oxşarlıqlar var. Amma burada ciddi bir fərqli yanaşmalar da ondan ibarətdir ki, Yaxın Şərqdə başlanan proseslər Yaxın Şərqdəki xalqların, dövlətlərin maraqları üzərində kənar güclərin, böyük imperiyaların öz maraqlarını təmin etmə prosesidir. Rusiya-Ukrayna məsələsində isə birbaşa bu prosesdə iştirakçı olan, çox böyük gücə sahib olan Rusiyanın maraqlarının bir çərçivəyə sığışdırılması ilə bağlı bir prosesin başlanılması idi ki, Rusiya bunu qəbul etmədi, o çərçivəyə geri çəkilmək istəmədi və bunun üzərindən bir münaqişə başladı. Digər tərəfdən, Toğrul, vaxtımız çox aldığı üçün, az qaldığı üçün mən çox vacib bir məsələyə toxunmaq istəyirəm. Bilirsiniz, istənilən ən uyğun olmayan, ən uğursuz, ən yaratmaz desək belə, hətta sülh təklifi, sülh razılaşması, atəşkəs istənilən münaqişədən, müharibədən daha yaxşıdır. Daha yaxşıdır. Yəni bu mənada bu təkliflərin özü hazırki münaqişə, müharibə vəziyyətindən daha yaxşıdır. Amma bu təkliflərin hazırlanma prosesini və tərəflərin kimliyini biz sadəcə baxsaq, onda görəcəyik ki, bu proseslərdə tərəflər kimlərdir, alətlər kimlərdir və bu proseslərdə oyuna çəkilən tərəflər kimlərdir? Sülh prosesi ilə bağlı tərəflər, bu 28 bəndlik sülh müqaviləsi ilə bağlı, sülh təklifi ilə bağlı proses kimin arasında aparılır? ABŞ və Rusiya. Görürsünüz, burada mən hələ Ukraynanı qoyuram qırağa. Heç Avropa belə bu proseslərdə iştirak etmədi. Vaxtı ilə Ukraynanı bu proseslərə, müharibəyə ən ciddi şəkildə təhrik edən, sürükləyən, hətta münaqişənin ilk vaxtlarında daha az itkilərlə çıxmaq imkanı olduğu bir dövrdə də Ukraynanı bu proseslərdən uzaqlaşdıran, imkan verməyən Avropa bu proseslərdə yoxdur. Açıq deməli olsaq, London icazə vermədi, çünki Boris Johnson yanaşması yadımızdadır da. Kiyevə bəli gəldi ki, siz vuruşmalısınız. Mart ayındakı əldə olunmuş çox ciddi bir razılaşma Antalya Diplomatiya Forumunda, aprel ayında Johnsonun Kiyevə səfəri ilə tamamilə donduruldu, alt üstünə çevrildi və hətta danışıqlar aparılmaq
qadağandır belə bir qərarı, bir absurd bir qərarına qədər gedilib çıxarıldı. Görürsünüz, indi danışıqlar aparmağa ehtiyac yoxdur. Heç Ukrayna bu prosesdə tərəf kimi qəbul edir. Bəli, yəni indi Təəssüf ki. təbii ki, bu 28 bənd haqqındakı biz bu gün danışırıq. Bu hələ layihədir. Bəli. Amma əgər işlək bir mexanizmə çevrilsə, onda Kiyevin başqa yolu olmayacaq. Yəni torpaqların getməsi ilə razılaşmalıdır. Başqa yolu, yəni o danışıqlar baş tutsaydı, Ukraynanın bu boyda itkiləri də olmazdı. Təbii. Turab müəllim, axırda son məqam, qısaca Qərbin bəli qısaca məsələ Heartland belə deyək, arzusu nə dərəcədə reallaşır? Yəni bu bəlli məsələdir ki, bütün Haushoferlər, nə bilim Mackinderlər, zaten hamısı həmişə bunlar Heartlandin eşqi ilə hərəkət edirdilər, nəzəriyyədən yazır. Bu Qərb üçün, xüsusilə də Anglo-Sakson dünyası üçün bir imtiyaz gətirdi, yoxdur o zərrə qədər? Düşünürəm ki, yenə də missiya yarımçıq qaldı. Ona görə də yəqin ki, bu sülh hətta nə qədər itkilərdən sonra bağlansa da davamlı qala bilməyəcək. Çünki bu, bayaq Brzezinskidən stat gətirdiniz. Məsələn, o bildirir ki, Rusiya yenidən dünya gücü olmaq istəyirsə, Ukrayna və Türkiyənin yanında saxlamalıdır. Amma bu təkcə Brzezinski fikri deyil. Bismarckdan bəri bütün Alman, deyək ki, hərb məktəbi həmişə Ukraynasız Rusiyanın dünya gücü ola bilməyəcəyini, ona görə Ukraynanın Rusiyadan ayrılıb Avropanın bir hissəsi olması lazım olduğunu bildirirlər. Və indi də Ukraynada bir atəşkəs xətti bəlli oldu, ən azından Xersondan və Zaporojdan keçən, amma bu yekunlaşmayıb. Ona görə də burada aydın məsələ ki, yenə də... Ya, siz deməksiniz ki, mübarizə davam edəcəkdir, yəni başqa bir formalarda, başqa məzmunlarda. Yəni siz təsəvvür edin ki, elə Ukraynada 2003-cü ildən bəri neçə dəfə Rusiya və Qərb arasında, hətta müharibə başlayana qədər siyasi şəkildə mübarizə davam edib. Bugün Gürcüstanda davam edir, Moldovada davam edir, Ermənistanda davam edir. Hibrid müharibənin sonu yoxdur. Bu bütün cəbhələrdə, hətta Orta Asiya Qərb yeni açılma başlayıb. Yəni bütün cəbhələr davam edirsə, aydın məsələdir ki, Ukraynada da bu münaqişə bir dəfə yekunlaşdı deyə bilmərik. Yox, aydın məsələdir. Yəni faktiki olaraq həm də axı Qərb gizlətmirdi ki, onlar Rusiyanı çökdürmək istəyir, yəni zəiflətmək istəyirlər. Amma bu baxımdan da Rusiyanın özünün baxışı var. Vaxtınız varsa bir məsələyə də toxunmaq istəyirdim. Bəli, buyurun. Sual verirsə hörmətli Ramil bəyə, bu İsrail ilə bağlı məsələ çox qəribədir ki, ABŞ establishmentdə, dərin dövlətli İsrail də bu məsələdə açıq şəkildə Ukraynanın yanında olsa da, biz həm Donald Trump'ın, həm də Benjamin Netanyahu'nun bu məsələdə daha çox Rusiyanın müəyyən maraqlarını güddüyünü və sistemin əleyhinə çalışdığını görürük. Məsələn, ən son bu Zelenskiyə və komandasına qarşı olan korrupsiya ittihamlarında da bəlli oldu ki, bu məlumatların bir çoxunu məhz həmin şəxslərin vətəndaşı olduğu İsrailin baş naziri Benjamin Netanyahu Trump'a və Putinə ötürüb. Yəni belə bir məlumat da yayıldı siyasi qulaqlarda. Sadəcə istəyirəm. Mən bir əlavə etmək istəyirəm. Bir cümləni. Bircə cümləni Turab müəllim dedi, orada müharibənin davam edə biləcəyi, münaqişənin davam edəcəyi ilə bağlı 10-cu bənddə Ukraynanın üzərinə dəyişilməz bir tələb qoyurlar, öhdəlik qoyurlar. ABŞ zəmanəti Ukrayna Rusiyaya hücum edərsə, yəni istənilən formadan gedir. Zəmanət itirilmiş olacaq. Bəli, aydın. Təəssüf ki. Bəli, çox təəssüf ki, ümumiyyətlə bu müharibə meydana gəldi. Çox təəssüf ki, həddən artıq çox sayılı insan itkiləri oldu, dağıntılar oldu və s. Amma hər halda bu artıq faktdır. Bundan uzaq getmək olmaz. Lakin bu dəhşətin nöqtəsini vurmaq lazımdır. Deyirlər, yaxşı bir deyim var. Sonsuz dəhşətdənsə dəhşətli son daha məsləhətdir. Bugünlük bu qədər. Çox sağ olun, hörmətli qonaqlar. Mən tamaşaçılarımıza da minnətdarlığımı bildirirəm ki, bizə diqqət yetirdilər. Salamat qalın, efirdə görüşəcəyik.